İngilis dilini öyrənmək yalnız qaydaları bilməkdən ibarət deyil. Ən vacibi özünə inamdır. Bütün məsələlərdə, bütün həyat yolunda olduğu kimi ingilis dilində də bu belədir. Mən bacararam, yəni I can do, I can sözləri sadəcə motivasiya deyil, həm də zehnimizi dəyişdirən güclü bir ifadədir. Yadıma gəlir, universitet illərində müəllim ilk dəfə lövhəyə belə yazmışdı. I can do, nida işarəsi. Yəni mən bacararam. Bu 3 sözdən ibarət cümlə bizim üçün çox güclü bir motivasiya olmuşdu. Müəllim bizə demək istəyirdi ki, əvvəlcə inanın, sonra danışın. Mən bacararam, yəni I can do demək beynimizə müsbət bir siqnal göndərir. Deməli, biz onda ingilis dilinin çətinliklərinə yox, onun asanlıqla həlli yollarına fokuslanmış oluruq. Əgər siz əvvəl mən başa düşmürəm deyirdinizsə, indi hələ başa düşmürəm, amma çalışsam bacararam deyin. Əgər siz öz-özünüzə mən pis öyrənirəm və ya öyrənə bilmirəm deyirsinizsə, beyniniz buna inanacaq. Amma mən get-gedə inkişaf edirəm desəniz, beyin öyrənməyə çalışacaq, öyrənməyə doğru açılacaq. Ona görə də nəinki ingilis dilini, hər hansı bir dili öyrəndikdə özünüzü bir müəllim və ya dost kimi ilk öncə dəstəkləməlisiniz. Unutmayaq ki, dərsi davamlı şəkildə öyrənmə və bununla da yanaşı özünə inam, irəliləyişi yaradacaq. Hər gün mən bacararam, I can do demək bir addım irəliyə atmaq demək. Gündə ən pis halda yarım saat ingilis dilinə hazırlaşın və bu sözləri təkrarlayın. I can do və I can learn English. Xüsusilə cümlələri qurarkən səhv edəcəyik. Bu normal bir haldır. Amma siz tez-tez mən bacararam, yəni I can do, I can desəz, onda daha çox səhvlərinizə yox, öyrənmək fürsətinizə, öyrənmək imkanınıza fokuslanacaqsınız. Müəllimimiz bizə belə demişdi, hər səhər güzgü qarşısında bu sözləri deyin. Mən ingilis dilini öyrənə bilirəm. Mən hər gün daha yaxşı oluram. Və ya bunun ingiliscəsini deyə bilərsin. I can learn English. I'm getting better every day. Bu sehirli sözlər sizi ingilis dilini öyrənməkdə daha da ruhlandıracaq.